Hər birinizə salamlar dostlar, mən Feyz. Bugün sizlərlə birlikdə Azərbaycanın qumarbazı Zevs haqqında danışacağıq. Məncə bir çoxunuz Zevsi tanıyırsınız. Çox əvvəldən əyləncə videoları ilə başlamış Zevs, pulu görtüldən sonra bu formada bir saxtakara çevrilmişdi. Bugün Zevs haqqında hər şeyi danışacağıq, amma əvvəl videolarından başlasaq daha doğru olar. Zevsin çəkdiyi videoların böyük çoxluğu əyləncə, challenge və tepki üzərinə qurulub. Kanalına abonesini baxaraq deyə bilərəm ki, bu abonənin 100 mini belə Zevsin haqqında deyil. Əvvəla olaraq videolar çox böyük prodüksiyonlu deyil və açığı maraqsızdır. Editləri soruşsanız edit deyilən bir şey yoxdur. Daha çox 2015 Türkiyə kanalları kimidir. Zevs, daha doğrusu 2015 Türkiyə kanalları Zevsdən milyon qat yaxşı kanallardı, amma nəysə. Videoları bu şəkildə thumbnailləri ayrı pisdir. Ciddiyəm, çox pisdir. Sanki 5 yaşındakı Sabir əlindəki Samsung ilə thumbnail hazırlayıb. Bu nədir ala? Videoları bu şəkildə gələk günümüz hadisələrinə. Bildiyiniz kimi Zevsin bir şirkəti var idi, adını telifdən ötəri çəkmirəm. Burada insanlara ekrana klik edərək pul qazana biləcəklərini vəd edən Zevs, insanların pulunu verməyərək ortalıqdan bir ara yoxa çıxdı. Sonra qardaşının çox böyük bir oğurluq hadisəsi oldu internet üzərindən. Bununla qardaşı kiber təhlükəsizlik tərəfindən saxlanıldı. Bunlardan dərs götürməyən Zevs indi də yeni bir proqram açıb və yenə də insanları aldatmağa davam edir. Özü də Rusiya vətəndaşı olduğu üçün kiber təhlükəsizlik onun haqqında tədbir görə bilmir. Buna görə də onun videolarında etdiyi qumar reklamları haqqında tədbir görülmür. Açığı Zevs izləyənlər də bu vəziyyətdən şikayətçi deyil. Azərbaycanda bir-iki kanala bunu dilə gətirsə də qalanları deyəsən aldadılmaqdan razıdır. Sizdən xahiş edirəm, belə insanlara aldanmayın və pulunuzu boşa tökməyin. Deyəcəklərim bu qədər, sağ olun, salamat qalın.